Qardabani Bələdiyyəsinin Kosalı kəndində möhtəşəm döyüş gecəsi keçirilib. Beynəlxalq Oğuz Liqası 2 Nicat Əliyevin təşkilatçılığı, liqanın vitse-prezidenti İbrahim Məmmədov və Gürcüstan Kickboxing Federasiyasının nümayəndəsi İsvahan Əliyevin dəstəyi ilə Kosallı Şadlıq Sarayında baş tutub. Boks, MMA və kickboxing üzrə ümumilikdə 12 qarşılaşmanın keçirildiyi liqada Azərbaycandan, Türkiyədən, eləcə də Gürcüstandan olan idmançılar iştirak ediblər. Bu döyüşlər professional qaydada davam eləyirdi. Hamısı rekord verilir bu döyüşlərə. Topoloji deyilən səhifə var, orada görünəcək hamısı. 4 titul döyüşü idi və bir titul döyüşü WFMC üzrə dünya kəməri uğrundaydı. Bu kəmərlər isə Oğuz Fight Liqası üzrə dünya kəmərlərdir. Şükürlər olsun ki, bugünkü gün bu kəmər Qardabana gəlmişdi, Qardabanda da qalası oldu. Gecənin ən böyük qarşılaşmalarından biri isə WFMC üzrə dünya kəməri uğrunda 2 qat dünya çempionu Kənan Bayramov və yerli Gürcü idmançı arasında keçirilib. Qarşılaşma Bayramovun qələbəsi ilə başa çatıb. Mən illərdir ki, kickboxing peşəkar döyüşürəm. Həmçinin 2 kərə dünya çempionuyam kickboxing K1-də və illərdir xaricdə, Asiyada, Avropada, Orta Doğuda çox böyük təşkilatlarda döyüşmüşəm, döyüşməyə davam edirəm. İlk dəfədir ki, öz vətənimdə, öz şəhərimdə döyüşə çıxıram və bu mənə çox böyük qürur, çox böyük heyecan, çox böyük sevinç verir. Çünki burada doğmalarım var, yaxınlarım var, qardaşlarım var, ailəm var və ən önəmlisi həmşəhərlilərim var. Mən burada böyümüşəm. Bu döyüş mənim üçün karyeramdakı çıxdığım bütün böyük döyüşlərdən, ən böyük orqanizasiyalardan daha vacib və daha heyecan vericidir. Çünki yenə təkrar edirəm, burası mənim üçün çox doğmadır. Bugün Qardabanidə Kosalı Şadlıq Sarayında təşkil olunan Oğuz Fight Arenada həm xarici və həm yerli idmançılarımız gücünü sınayacaq. Belə bir təşkilatlarda idmançılarımız döyüşərək həm təcrübəsini qaldırıb və növbəti döyüşlərini xarici ölkələrdə, böyük arenalarda vuruşacaqlar. Mən yenə də dərin təşəkkürümü bildirirəm təşkilatçılara. Məlumat üçün onu da bildirək ki, yaxın vaxtlarda Qardabanidə bir sıra digər beynəlxalq yarışların keçirilməsi də planlaşdırılır.